Hollywood söz söhbətləri. Friends filminin ulduzu David Schwimmer arzusuna çatır. O və onun Britaniyalı həyat yoldaşı Zoe Bachman ilk övladlarının olacağı xəbərini sevinclə elan ediblər. Onlar 2007-ci ildən birgə yaşayırlar. David 2006-cı ildə verdiyi müsahibəsində ailə qurmazdan əvvəl stabil həyata nail olmağı arzuladığını bildirmişdir. Görünür, o öz arzusuna çatıb. Növbəti bayram xəbəri Christina Aguilera və onun sevgilisi Matt Ratler haqqındadır. Onlar romantik Avropa səfərinə çıxıb. Peşəkar işlərindən fasilədə olan Christina sevgilisi ilə at xizəyi, şərab və Fransanın gözəl mənzərələrindən həzz alır. Ayrılmaqları barədə şayiələri kənara qoyan Katie Holmes və Tom Cruise New York şəhərini gəzən zaman həmişə olduğundan daha xoşbəxt görünürlər. Sevgililər New Yorkun ABC Kitchen restoranında deyə-gülə Katie'nin 32 yaşını qeyd ediblər. İlin bu mövsümü haqda xatirələrindən söhbət açan Kevin Bacon bayram əhval-ruhiyyəsini bölüşüb. 20 il əvvəl Milad bayramı ərəfəsində Bacon Kira Sedgwickə evlilik təklifini uzun bayram corabına yapışdıraraq etmişdir. Onun romantik taktikası baş tutmuşdu. İki uşaqla cütlər bugün Hollywoodda ən xoşbəxt və ən uzun zaman bərabər olan ailədir. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.